Yanğının mürəkkəbliyi nəzərə alaraq ikinci dərəcəli mürəkkəblik dərəcəsinə qulluq vasitələr cəlb olmuşdur. Yanğın nəticəsində Səhiyyə Nazirliyinə məxsus yeni inşa olunan 13 mərtəbəli binanın yuxarı 4 mərtəbəsinin fasad hissəsinə vurulmuş üzüklər və poliuretandan ibarət 101 təxminən 200 km sayda yanmışdır. Yanğın təxminən 29 dəqiqə ərzində yanğın bölmələri tərəfindən söndürülmüşdür. Yanğın söndürülməsi zamanı yanğın bölmələrinin əməkdaşları arasında xəsarət alan olunmuşdur. Hal-hazırda təhqiqat qrupu hadisə yerdədir, yanğın baş vəziyyətləri araşdırılır. İşçilər dərhal təxliyə olunmuş, təxminən tikinti işlərində çalışan təxminən 10 nəfərdən yuxarı işçi təxliyə olunmuşdur, düzlənmişdir. İlkin ehtimalləri yanğından araşdırılır. Hal-hazırda təhqiqat qrupu hadisə yerdədir, yanğın baş vəziyyətləri araşdırılır.